Hakim komanda Vahid Milli Hərəkat üzvlərinin Rusiya vətəndaşlarının Lars keçid məntəqəsindən nəzarətsiz şəkildə daxil olduğunu iddia etdikləri bəyanatına münasibət bildirib. Larsda olan Vahid Milli Hərəkat üzvlərinin bəyan ediblər ki, Gürcü arzusu hakimiyyəti onlara Gürcüstan vətəndaşlığını sadələşdirilmiş qaydada verir. Hakim komandada isə bildirirlər ki, Vahid Milli Hərəkat aktiv turizm mövsümü olan yay aylarında yox yerdən mövzu yaratmaq istəyir. Onların sözlərinə görə aidiyyəti qurumlar ölkəyə kimin hansı məqsədlə gəlməsinə məsuliyyətlə yanaşırlar. Hakim komanda Vahid Milli Hərəkata həmçinin xatırladıb ki, 2008-ci ilin avqust müharibəsindən dərhal sonra Saakashvili özü Larsda Rusiyalı turistləri qarşılayır və onları Gürcüstana dəvət edirdi. Daxili İşlər Nazirliyi Lars sərhəd keçid məntəqəsində son bir həftəlik hərəkət statistikasını açıqlayıb. Rəsmi məlumatlara görə 17-24 avqust tarixləri aralığında ölkəyə 52.953 nəfər daxil olub. Həmin dövrdə ölkədən çıxış edənlərin sayı isə 61.691 nəfər təşkil edib. Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Türkiyəli həmkarları ilə birgə Gürcüstan miqyasında Türkiyə hüquq mühafizə orqanları tərəfindən milli səviyyədə axtarışda olan Türkiyə vətəndaşlarını müəyyən edərək barələrində qanunla nəzərdə tutulmuş müvafiq hüquqi prosedurları həyata keçiriblər. Onların hamısı Türkiyə Respublikasının vətəndaşlarıdır və Türkiyə hüquq mühafizə orqanları tərəfindən ölkə miqyasında müxtəlif kateqoriyalı, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə axtarışda olublar. Məlum olub ki, həmin şəxslər bir hissəsi ölkədə qalma müddətini pozub və Gürcüstanda qanuni əsas olmadan yaşayıblar. Gürcüstanın baş naziri Irakli Qobaxidze ABŞ müvəqqəti işlər vəkili Emi Diyazla görüşüb. Tanışlıq xarakterli görüşdə Gürcüstan-ABŞ münasibətlərinə toxunulub. Baş nazir görüşdə Gürcüstan hökumətinin ABŞ ilə strateji tərəfdaşlıq, qarşılıqlı milli maraqlara yönəlmiş konkret yol xəritəsi əsasında ağ vərəqdən bərpa etməyə hazır olduğunu bir daha təsdiqləyib. Milli Bankdan vətəndaşlara xəbərdarlıq. Gürcüstan Milli Bank vətəndaşlara öz vəsaitlərini yatırmazdan əvvəl xüsusilə ehtiyatlılıq nümayiş etdirməyə və onların itirməsi risklərini əvvəlcədən qiymətləndirməyə çağırır. Son vaxtlar sosial şəbəkələrdə, o cümlədən Facebook səhifələri və qruplarında istifadəçilərə kripto aktivlərin ticarətinə investisiya qoymağı və bu yolla gəlir əldə etməyi təklif edən şirkətlər peyda olub. Həmçinin onlardan bu sxema başqa şəxsləri də cəlb etmələri və əlavə qazanc götürmələri tələb olunur. Rustaveli prospektində aparılan bərpa işləri ilə əlaqədar Paytaxt Bələdiyyəsi 1 sentyabrdan qüvvəyə minəcək müvəqqəti nəqliyyat hərəkəti sxemi hazırlayıb. Yeni sxemə əsasən bir sıra küçələrdə iki tərəfli hərəkət tətbiq ediləcək. Həmçinin Tbilisi Klassik Gimnaziyasına getmək üçün iki əsas istiqamət müəyyənləşdirilib. 1 sentyabrdan Pavle İngorokva küçəsinə iki tərəfli hərəkət mümkün olacaq. 9 aprel küçəsinin bir hissəsində İngorokva küçəsi ilə kəsişmədən Zurab Jivaniya küçəsi ilə kəsilməyədək iki tərəfli hərəkətə icazə veriləcək. Jivaniya küçəsinin müəyyən hissəsində iki tərəfli Besiki küçəsi ilə kəsişməyədək isə bir tərəfli hərəkət olacaq. Bundan əlavə Besiki küçəsinin Jivaniya küçəsi ilə kəsişməsindən Sevchenko küçəsi ilə kəsişməsinədək olan hissəsi, eləcə də Sevchenko küçəsində Besiki küçəsindən Sinadze küçəsi istiqamətində hərəkət bir tərəfli olacaq. Lermontov küçəsində hərəkət istiqaməti dəyişdirilməklə bir tərəfli qalacaq. Kikodze və Maçabeli küçələrində Lermontov küçəsi ilə Şalva Dadyan küçəsindən çıxmaq mümkün olacaq. Tbilisi Klassik Gimnaziyasına iki əsas istiqamətlə getmək mümkün olacaq. Sürücülər Azadlıq meydanından Leonidze və İngorokva küçələri ilə 9 aprel küçəsinə keçəcək, sola dönərək Jivaniya küçəsinə çıxacaq və Besiki ilə Sevchenko küçələrinə doğru hərəkət edəcəklər. Həmçinin Çonkadze və Polikarpe Kakabadze küçələrindən Tacminda küçəsinə, oradan isə Arsena küçəsi ilə Besiki və Sevchenko küçələrinə çıxa biləcəklər. Tbilisi merinin bildirdiyinə görə müvəqqəti hərəkət sxeminin daha yaxşı anlaşılması üçün videoçarx hazırlanıb və sosial şəbəkələrdə, eləcə də müxtəlif televiziya kanallarında yayımlanır. Rustaveli prospektində aparılan təmir işləri səbəbindən Tbilisi 47 nömrəli İctimai Məktəbi və Tbilisi Klassik Gimnaziyası 15 sentyabrda tədris prosesinə hibrid formatda başlayacaq. Təhsil Nazirliyinin məlumatına görə 47 nömrəli məktəbdə dərslər 1-ci sinifdən 6-cı siniflər üçün saat 9:00-da, 7-ci sinifdən 10-cu siniflər üçün 12:00-da başlayacaq. 11-ci 12-ci sinif şagirdləri isə distant təhsil alacaqlar. Tbilisi Klassik Gimnaziyasında isə 5-ci sinifdən 9-cu siniflər üçün tədris saat 10:00-da, 1-ci sinifdən 4-cü siniflər üçün 14:00-da başlayacaq. 10-cu sinifdən 12-ci siniflər dərslərə onlayn qatılacaq. Şagird sıxlığının qarşısını almaq üçün saatlar fərqli bölünüb. Rustaveli prospektində bərpa işləri başa çatan kimi hər iki məktəbdə tədris prosesi adi rejimə qayıdacaq. Təhsil naziri İlya Dinamıçqırışvili adına kollecin Stepazminda və Tianeti qəsəbəsi filiallarının baş çəkərək əməkdaşlarla görüşlər keçirib. Kivi Mikanadzenin qeyd etdiyi kimi peşə təhsilinin inkişafı əsas prioritetlərdən biridir və nazirlik kolleclərin gücləndirilməsi üçün gələcəkdə də bir sıra təşəbbüslər həyata keçirəcək. Sözü gedən filiallarda informasiya texnologiyaları, mühəndislik, kənd təsərrüfatı və biznesin idarə edilməsi istiqamətlərində peşə proqramları fəaliyyət göstərir və 60-dan çox peşə tələbəsi təhsil alır.
Sahiyyə naziri İlkin sahiyyə islahatının gedişatını sahə nümayəndələri ilə keçirilən görüşdə müzakirə edib. Mixail Sarçveladzənin sözlərinə görə xəstəliklərin profilaktikası, vaksinasiya, skrininq və əhaliyə zəruri xidmətlərin vaxtında çatdırılması kimi mühüm istiqamətlərdə ilkin sahiyyə həlqəsinin rolunu daha da gücləndirmək vacibdir. İslahat çərçivəsində vətəndaşlar üçün xidmətlər genişləndiriləcək, instrumental və laborator müayinələr əlavə ediləcək, xəstələrin yaş tələbatını nəzərə alan və tibb müəssisələrinin nəticələrini qiymətləndirən yeni maliyyələşdirmə modeli tətbiq olunacaq. Yeni modelə hazırda 43 müəssisə cəlb edilib. 2025-ci ildə Gürcüstanın mehmanxana və mehmanxana tipli müəssisələri 6 milyon 200 min qonaq qəbul edib ki, bu da 2024-cü illə müqayisədə 6,5% çoxdur. Məlumatı İqtisadiyyat Nazirliyi yayıb. Qonaqların 62,7%-ni əcnəbilər təşkil edib və onların 10,4%-i Avropa İttifaqı vətəndaşları olub. Digər ölkələrlə gəlincə Çin, Hindistan, Türkiyə, Azərbaycan və Ermənistandan turist artımı qeydə alınıb. Gürcüstanda istirahət etmək istəyənlərin artması ilə yanaşı otel sektoru da genişlənib. 2025-ci ildə 2783 mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərib ki, bu da 2024-cü ilin göstəricisindən 4,5% çoxdur. Macarıstan hökumətinin sədri Zurab Bataradze Arzula şəhərində aparılan infrastruktur layihələri ilə tanış olub. Ərazidə 300 uşaq üçün nəzərdə tutulmuş müasir standartlara cavab verən və tam uyğunlaşdırılmış uşaq bağçası tikilir. Hazırda bünövrə işləri başa çatıb. Dəyəri 6 milyon lirədən çox olan layihənin 2027-ci ilin iyulunda yekunlaşması planlaşdırılır. Eyni zamanda 1500 şagird üçün nəzərdə tutulmuş yeni ictimai məktəbin layihə sənədlərinin hazırlanması üzrə müsabiqə elan edilib. Hazırda dəmir beton işləri yekunlaşıb, dam örtüyü, fasadlar, mühəndis sistemləri, daxili təmir və qapı pəncərə quraşdırılması davam edir. Layihə çərçivəsində cəmi 1077 mənzil təmir olunacaq. Birinci mərhələdə isə 582 ailə mülkiyyətində olan yaşayış sahələri ilə təmin edilib. ABŞ bütün dünyada viza müraciətlərinin qəbulunu müvəqqəti dayandırıb. Dövlət Departamentinin bildirdiyinə görə immiqrasiya siyasətini sərtləşdirmək üçün səfirlik və konsulluq işçilərinə xüsusi təlimlər keçiriləcək. Qəbul qrafiki də məhz buna uyğun tənzimlənəcək. Qurum təlimlərin nə vaxt bitəcəyini dəqiqləşdirməsə də məqsədin ABŞ-a getdikdən sonra dövlət yardımlarına möhtac qala biləcək şəxsləri qabaqcadan aşkar etmək olduğunu bildirir. Financial Times qəzetinin yazdığına görə artıq müsahibə günü təyin olunmuş şəxslərə elektron məktub göndərilib və görüşlərin təxirə salındığı, yeni tarixlərin isə daha sonra bildiriləcəyi qeyd olunub.